Uşaqlar, bugün sizə test toplusu 2-ci hissə alkanlar bölməsindən 224-225 nömrəli testin izahını verəcəm. Hansı ki, bu testlər 4-cü blok qəbul imtahanlarında istifadə edilə bilər. Həmçinin birinci qruplarda 3 ətraflı yazı suallarında istifadə edilə bilər. Həlli çox asandır. Diqqətlə qulaq assaz bu tipli testləri tez bir zamanda yaza bilərsiniz. Deməli, bizə qeyd edir ki, 1 mol alkanın tam yanması. Deməli, gəlin biz birincisi alkanımızı yandıraq. Alkan formulu CnH2 plus 2. Bunu mən oksigenlə yandırdıqda alaram karbon qazı plus su. Əmsalları müəyyən etdikdə bunun 1 molunun təbii ki yanmasından 3n plus 1/2 qədər oksigen sərf olur. N mol karbon qazı, N plus 1 mol da oksigen əmələ gəlir. Burada isə bizə qeyd edir ki, suyun kütləsi A-dır. Qrafikdən bunu görürəm. Amma məndə suyun kütləsi nə qədərdir? 18 vurulsun N plus 1'dir. Elə deyil. Burada bunu bərabər eləyəcəm qrafikdə verilənə. Yəni, əsasən biz əlimizdə olan hər bir şeyi ya cədvəldə verilən məlumata bərabər etməliyik, ya da qrafikdən gördüyümüzə. Sonra, karbon qazın kütləsini neçə verir? A plus 60. Bəs məndə karbon qazın kütləsi nə qədərdir? N moldur, amma 44'dür. N'i vuracam 44'ə, bərabər eləyəcəm A plus 60'a. Burada nə etmək lazımdır? Görürsünüz, sistem tənliyi almışıq. Gətirib yerinə qoyaq. Elə bil A-nın yerinə N8, daha doğrusu 18 N plus 1'i qoysaq, 44N bərabərdir. A-nın yerinə bunu qoysam, 18 N plus 18 plus 60. 18 N digər tərəfə keçirsəm, burada cavab olaraq, deməli, 44'dən çıxmalıyam 18'i, bu mənə verəcək 26 N bərabərdir. Bu isə birgə 78 verəcək. 18 ilə 60'ı topladıqda. Daha sonra 78'i də bölməliyəm 26'ya. Bu da mənə verəcək N bərabərdir 3. Deməli, mənim burada yandırılan alkanım C3H8 imiş. Mənə deyir ki, qrafikə əsasən onun molekullarındakı atomlarının sayını hesablayın. Burada nə qədər atom var? 3 ilə 8'i topladıqda 11 edir cavab. Digərini də hesablasaq eyni yolla. Bu dəfə də hər şey hazırdır. Bir dənə buradakı hissələri silib yenidən həll eləmək lazımdır. Baxıram ki, mənə nə veribdir? Əmələ gələn karbon qazının kütləsi A plus, karbon qazının kütləsi A plus 112'dir. Əmələ gələn suyun kütləsi yenə A-dır. Və gətirək burada yerinə qoyaq. Nə edəcəyik? Bunu yerinə qoyduqda, səhv etmirəmsə, edirdi 26N bərabərdir. 112 ilə də 18'i topladıqda 130, 112 ilə 18'i toplasaq 26N bərabərdir. Bu 120, 130 edəcək. Sonra 130'u da bölsək 26'ya bizə verəcək N bərabərdir 5. Buradan da N-ə 5 tapdıq. Yenə bizdən atomların sayını istəyir. C5H12'dir. Atom sayı isə 17 edəcək.